Versən hadi. Yaxşıyam. Uşaq saçlar nereye qalxsın? O tüp Herkese salam. Herkese salam. Hoş gördük. Bugün bir vlog eləmək qərarına gəldik. İkinci bu vlogumuzdur. Qaşları sən ud eləməklə qaşları düz yoxdur. Nə oldu? Da düşəcəksən, Ha. istəyirəm söz. Ha. Niyə? Sən deyirəm yavaş ye işdə. Belə çıxan ağır mı? Çiftədə bütün gün evdə oturub. Allahın razı rahatdır. Nasıl bütün gün iş gücdən olmuşam. Hələ indi gəlib oturmuşam da rahat bir stəkan çayımı elə içirəm. Bu çiftdən danışır. Bəxtəvər başımdan. Deyirəm ki, Nuran kəsmişəm də qızlar. Deyirəm ki, biraz yavaş işdə. Belə ud içir. O deyir ki, kefdəsəndir. Evdə oturmursan mən işdən sizə gələm. Hə. İndi gəlib oturmuşam Allahın razı. Böyürəm. Çiftədir. Yazın gələn kimi dedik ki, gedək darıxırıq da evdən. Dedik gedək biraz gəzək. Var. Nəsə getdik marketə ilə Rüstəm nəsə almasaq olmaz da. Danışacağız. Nəsə almasaq olmaz da Rüstəmə. Nəsə getdik Rüstəmə cips falan aldıq. Sonra dedim çayla içməyə də bir şirniyyat alaq. Nəsə adam istəyirdi, yesin. Elə içinə şeydə aldıq, gəldik. Belə qızlar. Yol da biraz uzaqdır deyə ona görə lap adam. Yol uzaqdır. Marşrutluq deyil, amma biraz uzaqdır da. Məsafəsi var. Ona görə də alıb gələnə biraz oldu. Orada ağlamışdım. Orada ağlamışdı. Orada ağlamışdı. Amma Sistem ağladı. Ağladı. Yox, ağlam sayılır çətin yorulmuşam. Biz iki cür aldıq. Biri belə aldıq, biri. Hələ bəxtləri yoldan gələn nətər yorulmuşamsa, az qala başımı alıb qapıdan da tərəfə gedirdim. Baxım görmə yol qapıya çatmışam. Başqa yeri gedəcəkdim. Hə. Elə yorulmuşdum ki, filmdə də 50 dənə fikir var. Bəlkə ürəyin neymiş, arası qədər. Yox. Sağranımız da onlar. Bilmirəm onlar təzə gözüm ki bəlkə. Cələ. Amma aramızda qalsın. Bəlkə ben size heç nə deməyim. Bundan da getdi. Bu nətər dadı xoş gəldi. Mən bax, Yox. indi bizi izləyən tamaşaçılar maraqlı olsa, belə xırdan şeylərdən, məsələn, sipsidir, belə şeylər adam alar, çəkər dadlarını ona deyə. Yaxud da ki, özlərinin əgər bildiyi bir xüsusi bir daddır, maraqlı bir şeylər varsa, hansı ki biz dadmamışıq, yəni ancaq məsələn, ya da bilirlər ki, bu dad daha maraqlıdır, desinlər, ondan alaq, dadına baxaq. Qızlar, kommentlərə yazın da, məsəl üçün, nə istəyirsiniz, məsəl üçün yeyək də, Asimir də yemək vlogu çəkək belə. Nə istəyirsiniz elə çəkək, yeyək. Yəni yemək vlogu olsun, ya sular, məsələn, içmədiyimiz fərqli sular tapaq, içək dadına baxaq. Soyuq deyil, su eləməsin də, ya şirniyyat falan eləsin. Bunun üçün fərqi yoxdur. İnansan deyinə qalmışam ay qızlar ki, su içmək olmaz, soyuqdur. Kol ən sevdiyi koladır da. Kola götürüb içəcək də. Soyuqdur axı. Kola şirkətimizdə pul qoyursuz. Mən xoşlamıram qızlar nədir bunun adı? Mən çay içənəm. Su xoşlamıram. Mən də su belə, mən kola ən çox xoşlayıram. Mən düşünürəm ki, kola yegənə yemək sudur ki, hər yeməklə gedir. Mən tələbəlik vaxtında kola çox içirdim qızlar. 2 litr alırdım, yarım saat qurtarırdım. Amma sonra ücret şey eləmədim. Hə, nəsə xoşlamadım. Sən bir şey əvvəl xoşluyordun, bəlkə. Xoşlayırsan, mən nəsə xoşlamadım. Mən kola xoşlayıram. Yəni nəysə. Hə, maraqlı olsa qızlar sizə yazın ki, nəyi məsəl üçün yeyib çəkək, sizə maraqlı gəlsin. Nə yoxlayaq? Yəni ağzı, şirin, turş fərq eləmir. Əgər sən nəsə maraqlıdırsa, çatdırayım. Qızlar bir taya oxşuyur, amma bax, bundan idi. Hə, bir slov verir. Bir də bundan idi. Çox qapay. Çox qapay. Nəsə yəni qəşəng deyil, almayayım. Hətta yəni biz elə bildik ki, bu açılanda, o labitada içindən şokolad tökülür. Həm də ki, onun, nədir bunun adı? Şeyi, nə deyirlər ona? Bir şey idi, qızlar, ağızda belə əzilirdi də, xəmiri də belə. Amma bu isə elə bir ki, qalındır. Qəşəng deyil, bu çatması deyil onun. Bir deyir ki, nə yaxşı ucuzdur. Mən heç oxumadım üstünü, indi gələm yazım bir slav yazım. Amma bir yandan da baxanda, məsələn, ucuzdur da, məsələn, adətən bu qiymətdə bir dənə şirniyyat satırlar da, bir paçka. Biz ikisini aldıq. Belə yəni pisdir, idarə eləmək olar. Nə qədər sən verdin, cipsini də aldın. 3 manat neçə gəlir. Yəni yaxşıdır da, belə alsan. Amma yəni belə almayın, beçara. Hə, yəni bunu məsələn bu endirimdə olmasa, bu. Hə, məsələn endirimdə olmasa almaram da, yəni ikisi birində olmasa, adi satsalar almaram. Mən də almaram. Bu endirimdə ona görə elə endirimə sallar ki, almaram. İkisi birindədir deyə aldım. Mən onu gördüm deyə sevindim ki, nə yaxşı, yəni ki, belədir. Elə bildim ki, özlüyümdə ki, dəyişədəm də, şeylədim, kakaladım, ucuz aldım. Mən nə bilmir olacaq, ev yoxdur, neysə, heç nə olmaz, bir də almarıq. Yəni belə, super, yəni pul verib alması bir şey deyil. Hə, yox. Yəni gedim buna pul verim, alma. Yox, qız, o çay da gücünə içdim, valla. Gördünüz də.
Həqiqi nəsə qəşəng deyil. Sizdə orada havalar necə gedir? İndi kim hardan baxır? Kim hansı bölgədən baxır, hansı şəhərdən Qoyaraq baxır? götürərəm. Orada havalar necə gedir? Necə qışla yola gedirsinizmi? Evlər necədir? İstidir, soyuqdur evləriniz? Bizim otaqlar istidir məsələn. Burada hava istidir, amma belə soyuq olur. Sən bu gün nə vardın, nə etdin? Mən də yaxşılıqdır. Telefondaydım elə. Acam. Acam. Yemək qoymuşam, yadımdan çıxdı. Yemək qoydum. Qızlar makaron elədim. Hüseyn biz belə makaronu yeyirik də. Hüseyn amma elə yemir boş. Mən məsələn çörək yağını tökürəm üstünə qarışdırıb yeyirəm, xoşuma gəlir. Hüseyn elə yemir. Gələ üstdə ola 100% də. Ona görə şey elədim. Əti doğradım. Soğanla falan elə qəşəng üstünə üst eləyəcəm sənə. Mən qızardım, yoxsa mən elə gəlir bir yorulmuşum, nədir üzümə istilik gəlir. Nəsə kamera belə qəribə göstərir onsuz da. Yox, şeydən də biz kameranı deyə bilərik. Misal, yemək vlogundan əlavə, əgər sizə maraqlıdırsa, məsələn, hansısa bir TikTok videolarını baxıb onu da izləyib, məsələn, yorum bildirə bilərik də, məsələn, necədir? Bildin necə? Hə, bildim. Yaxud da ki, sizə maraqlıdırsa, məsələn, filmlər haqqında, izlədiyimiz filmlər haqqında, məsələn, hansı filmləri sevirik, hansı filmləri sizə, məsələn, nə deyirlər ona? Bilmirəm. Önərə bilərik ki, məsələn, hansı filmlərə baxa bilərsiniz. İstər qorxulu olsun, istər romantik olsun. Hansı filmlərə baxa bilərik, mən bilmirəm. Mən açığı, mən çox film deyə bilərəm. Bəli. O bir dənə kino var idi. Səfər məsələn, Özcan Dənizin Evim Sənsən deyəsən, orada qız get-gedə yaddaşını itirir. Nə maraqlı. Özü şey çəkilir orada, Burak Özçivit'in səfər məsəlsə, Patrika variantı. Arvadı çəkilir. O yaddaşını get-gedə itirir. O çox qəşəng kinodur. Fərhində idi, neydi o, nə idi adı? Evim Sənsən kinoları səfər. İndi bəlkə baxanlar bilər. Hə, bilər. Məsələn, çox qəşəng kinodur. Belə çox kinolar misal işləmək olar ki, yəni uşağımızın kinoları, Anastasiya, İudanar bilirdi, onunla böyümüşük də biz. Sehirli annemdir, Selena'dır. Biz onlarla böyümüşük. Mən yəni Sən nə ilə böyümüşsən? Bizim aramızda 8 yaş fərq var. Sən nə ilə böyümüşsən? Açığı mən uşaqlığım belə deyil də 90-cı illərdə keçib, 2000 əvvəlləri də. O vaxtlar Van Damme, Schwarzenegger, Bruce Lee, nə bilim belə. Qıza heç baxan olmamışam Van Damme, ay Allah. Mən bacım baxırdı, mən xoşlanmırdım. Sən bizim dövrlərdə mən uşaq vaxtı xoşlayırdım, baxırdım. Bizim dövrlərdə. Amma indi uşaqlar məsələn oğlum. Bizdə məsələn yenə real idi də, Van Damme idi, nə idi? Axı ki real personajlardır da. Amma indi baxsan Kapitan Amerika, Spider-Man, nə bilim bu giz. Yəni o cür bizdə amma yenə hər nə idi? Real insanlar idi də orada, yəni elə bir fantastik bir adamlar deyildi. Şəxsən mənim baxdıqlarım belə idi. Bəlkə görmədiyim nələrsə var idi, yəni belə. Mən o cür filmlərə baxmışam, o cür. Sonra mən heyvanlar aləmini sevirəm. Hüseyn dəhşət heyvanlar aləmini sevir, qızlar dəhşət. Allah rəhmət eləsin, mənim babam elə idi. Bizə gələn kimi deyirdi ki, at ictimai idi onda. İctimai atırdım, baxırdı heyvanlar aləminə. Hə, mənim də yadımdadır. Hə. Atırdım ona baxırdı. Elə xoşuna gəlirdi. Dedi ki, əladır deyə. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Eləncə baxırdı. İndi Hüseyn dəhşət xoşlayır. Qızlar mən xoşlamıram. Deyir ki, imkanım ola gedərəm deyir Amerika Afrika. Afrikada orada deyir belə canlı görərəm. Mən dəli olaram. Getmərəm. Bilsəm nə gedə mənə pul verərlər, mən ora getmərəm. Mən baxanda əsəbim sakitləşir. Mən onlara baxıram. Yeyərlər, udallar orada. Hə, mən xoşum gəlir. Yox, orada adamı yemirlər. Ora aparanda məsələn. Nə qədər video baxıram orada. Açıqdır, qızlar, maşın açıqdır, gedir belə düz şir falan da onların arxası edirəm. Safari, mən qorxuram, nə bilim, mən getmərəm. Mən sevirəm. Mən uşaq vaxtı belə idi də. İndi internet var, nə istəyirsən elə bax da. Əvvəl məsələn yadıma gəlir, oturub gözləyirdim ki, Allah haçansa televizorda bir heyvanlar aləmi verəcəklər. Şeyinə deyirəm ki, sən özün getsən də biz getmərik. Bu haçansa getsə getsin qızlar, mən getmərəm. Mən sevirəm. Mən baxıram məsələn, mənim əsəbim sakitləşir. Mənə bir fərqli dünya kimi gəlir, fərqli aləm, öz aləmdən eşmir. Nəysə mənə baxanda mən maraqlı gəlir, çox belə. Düz heyvanlar belə xoşlayıram, amma belə də çox xoşlamıram da, nə yalan deyim sizə. Mən it xoşlayıram, balacam. Hüseyn isə pişik xoşlayır. Hə, mən pişikləri sevirəm. Mən itin balası oluruq qızlar, elə xoşuma gəlir balacam. Özü pişiyin razımıyla asılı olmayaraq, yəni pişik sevirəm. Yəni istər ev pişiyi olsun, istər yırtıcı pişiklər olsun, yırtıcı pişiklər olsun. Hə, pişiklərdə mənə xoşum gəlir. Yırtıcı pişiklər sevirəm deyəndə, yəni təbii ki, onlara yaxın durmaram. Bu sadəcə olaraq izləmək mənə maraqlı gəlir. Onların davranışı, həyat tərzi də belə deyək. Bəs sən? Mən xoşlamıram. Heyvanlar aləmi xoşlamıram. İndi bizi izləyən insanlardan məsələn kim heyvanları sevir, ya sevirsə hansı heyvanları sevirsiniz? Xoşlayıram heyvan mənə məsəl üçün belə baxım da, amma ki məsəl üçün gedim yanına baxım, elə yox.
Bizə pişik də elə bir uzaqdan baxım. Evin içində olsa dəli olaram qızlarım. Evə xoşlanmıram. Mən də heyvan. xoşlanmıram. Yox, mən də pişik Heç məsələsini xoşlanmıram. sevirəm. Ancaq mən evə baxıram yox. bəzən ay qızlar. Mən iyrənirəm. Hə, o yeməyə keçəmə gətirir. Deyim, yox, mənim pişiyimin əli nə bilim sənin ağzına təmizdir. Nə bu qəribə sözlər yazır. Mənə çatmır ya onlar. Heç kəsə yorumda yazmıram, yəni pis rəyimə yazmıram. Ümumiyyətlə baxıram, sadəcə keçirəm. Amma o yorumları oxuyanda görürəm də. Amma necə qızlar götür bir yerdə yemək yeyirlər. O oradan yeyir, onu götürür, o yeyir ağzına. Mənim məsələn üstəm övladımda da, uşağımda. O yeyəndə bir də görsən elə olur ki, onun yeməyi yemirəm. Yəni ki, nə bilim, belə qəribə insanlar var. Mən də iyrənirəm, amma yanıram, hərənin öz həyatı var, hərənin öz seçimi var. Hələ öz seçimi var, hə, amma kim mən yəni, nə bilim. Mən belə qəribə qalıram. Yəni biz də elə. Yəni mən də yemək yeyə pişik gəlsin burada. Hə, yəni dedim budur ki, indi sözümüzün qısası budur ki, yəni əgər belə bir TikTok videoları yorumlamağımızı istəyirsinizsə, ya hansısa bir film haqqında nə maraqlı gəldi. Yemək olsun, yəni nə istəyirsinizsə yazın. Biz onu nəyə keçirləşdirək. Hə, yəni fərqi yoxdur. O haqda çəkək, belə maraqlı. Elə hamımız bir yerdə. Siz orada, biz burada. Yəni izləyək, yorumlayaq, fikirlərimizi bildirək. Bir ara şeirə də eləmişdik, şeir qoymuşduq qızlar, səsləndirmə eləyirdi. Nə? Bir ara şeir qoymuşduq axı, yarısam mən səsləndirmə eləyirdim. Əgər maraqlı olsa şeir də məsələn tezdən səsləndirib tanışa bilərik. Belə maraqlıdır, belə məsələn. Siz mahnı da oxuya bilərik, hər nə edə bilərik. Bir də xüsusi. Amma bəyənin, abunə olun kanala. Yəni mütləq bunu eləyin. Abunə olun, videonu bəyənin, bir də yorum yazın da qızlar. Hə, çünki belə olduğu halda bizim videomuz da yəni nə deyirlər düşər, o YouTube qabağa önə çəkər, yəni belə daha çox baxışımız olar. Aha. Hə, belə daha. Sonra da biz yəni çəkməyə davam edərik də, yəni şey eləmərik də, sonlandırmarıq da. Belə vloqlar tez-tez çəkərik. Elə? Bəli. Sizdə xüsusi bir istəyiniz varsa, həmin vloqlardan da çəkib sizə göstərə bilərik ki, sizin üçün daha maraqlı olsun. Yəni deyirəm, yemək ola bilər, içmək ola bilər, film ola bilər, TikTok ola bilər, yəni. Hər nə ola bilər. Bəli. Oldu qızlar. Oldu, sağ olun. Özünüzdən müğayət olun. Özünüzdən müğayət olun qızlar. Havalar soyuqdur, qalın geyinin. Hə, havalar soyuq. Sağ olun. Sağ olun. Bir də xüsusi. Amma bəyənin, abunə olun kanala. Yəni mütləq bunu eləyin. Abunə olun, videonu bəyənin, bir də yorum yazın da qızlar. Hə, çünki belə olduğu halda bizim videomuz da yəni nə deyirlər düşər, o YouTube qabağa önə çəkər, yəni belə daha çox baxışımız olar. Aha. Hə, belə daha. Sonra da biz yəni çəkməyə davam edərik də, yəni şey eləmərik də, sonlandırmarıq da. Belə vloqlar tez-tez çəkərik. Elə? Bəli. Sizdə xüsusi bir istəyiniz varsa, həmin vloqlardan da çəkib sizə göstərə bilərik ki, sizin üçün daha maraqlı olsun. Yəni deyirəm, yemək ola bilər, içmək ola bilər, film ola bilər, TikTok ola bilər, yəni. Hər nə ola bilər. Bəli. Oldu qızlar. Oldu, sağ olun. Özünüzdən müğayət olun. Özünüzdən müğayət olun qızlar. Havalar soyuqdur, qalın geyinin. Hə, havalar soyuq. Sağ olun. Sağ olun. Bəli.